Deməli uşaqlar, bugün bizim dərsimiz Azərbaycan iqtisadi inkişafı olacaq. Biz yavaş-yavaş başlayaq, digər yoldaşlar da qoşularlar. Telefonu ekranını da yan tutun ki, xəritələri və sairə geniş ekranda yaxşı görəsiz. Deməli biz hal-hazırda Azərbaycanda istehsal olunan məhsul və göstərilən xidmətlərin dəyərinin illər üzrə dinamikasını görürük. Yəni 2019-cu ilə qədər olan biz dinamikanı görürük. Ümumilikdə Azərbaycan iqtisadiyyatında baxın fikir versəz görərik ki, müstəqilliyin ilk illərindən, yəni 2003-cü illərdən istehsal olunan məhsulun və xidmətin payı çox az idi. Yəni bu ilk dəfə, daha doğrusu müstəqillik illərinin ilk illərinə təsadüf etdiyi üçün bu illər deməli burada iqtisadiyyatda müəyyən zəiflik var idi. Artıq 2008-ci ilə qədər gördüyünüz kimi artan dinamika ilə biz deməli iqtisadiyyatda müəyyən irəliləyiş görürük, inkişaf görürük və 2008-2009-cu illərdə isə bir qədər deməli az da olsa biz geriliyi hiss edirik həmin bu 2 il ərzində. Və 2009-dan etibarən isə biz görürük ki, baxın 2009-dan etibarən ta ki 2015-ci ilə qədər Azərbaycan Respublikasında iqtisadiyyatında həm istehsal olunan məhsullarda, həm də göstərilən xidmətin dəyəri artmağa başlayıb və təxminən 70 milyon manata çatıb və bu 2015-2017-ci ildə gördüyünüz kimi müəyyən bir eniş baş verib, hansı ki bu dünyada baş verən müəyyən iqtisadi böhranlarla əlaqədardır. Yəni bu təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə baş vermiş bir prosesdir və artıq 2017-ci ildən isə müasir dövrə qədər, yəni bu günə qədər biz artan dinamika ilə Azərbaycanda istehsal olunan məhsul və xidmətlərin deməli həcmini, yəni dəyərini biz görürük. Biz daha sonra isə Azərbaycanda yoxsulluğun dinamikasına biz nəzər yetirək. Bu statistikalar deməli burada bizim üçün göstərilib 2003-cü ildən başlayaraq Azərbaycanda deməli yoxsulluğun səviyyəsi təxminən 40%-dən bir qədər çox, yəni Azərbaycan əhalisinin təxminən yarısı müəyyən yoxsulluq səviyyəsində yaşayırdı və artıq biz 2004-cü ildən etibarən yoxsulluq səviyyəsinin get-gedə düşdüyünü biz görürük. Hansı ki, deməli biz hal-hazırda 2024-cü ilin, yəni son statistik göstəricilərə əsasən Azərbaycanda yoxsulluq səviyyəsi deməli 5,5% olaraq biz qeyd eləyəcəyik ki, deməli ən son deməli məlumat budur. Yəni 5,5% Azərbaycanda yoxsulluq səviyyəsi qeydə alınıb deməli əhali arasında. Və bu göstərilən rəqəmlər də Dövlət Statistika Komitəsinin deməli verdiyi məlumatlara əsasən olan rəqəmlərdir. Və biz Azərbaycanın iqtisadi inkişafında müəyyən dövrləşmələr aparırıq. Həmin bu dövrləşmələr ümumilikdə deməli 4 mərhələdən ibarətdir. İlk mərhələdə biz deməli gördüyünüz kimi burada 1900-cu ilə qədər olan dövrü əhatə etdiyini görürük və bu Azərbaycanda hansı xüsusiyyət yer alır? Aqrar ölkə olmaq xüsusiyyət yer alır. Ümumiyyətlə nəinki Azərbaycanda, bütün dünya ölkələrində 18-ci, daha doğrusu 20-ci əsrə qədər biz kənd təsərrüfatını, aqrar dedikdə biz nəyi nəzərdə tuturuq? Kənd təsərrüfatını biz nəzərdə tuturuq. Yəni aqrar ölkə dedikdə kənd təsərrüfatının geniş yayıldığı ölkə nəzərdə tuturuq və əksər ölkələrdə də bu xüsusiyyət öz deməli yəni özünü göstərir. 18-ci əsrdən etibarən isə 19-cu əsrdən etibarən artıq sənayenin get-gedə biz inkişaf etdiyini görə bilirik əksər ölkələrdə. Lakin həmin illərə qədər aqrar ölkə olmaq xüsusiyyəti digər ölkələr kimi Azərbaycanda da deməli yayğın idi. Və burada biz əsasən Azərbaycanda sənayenin çox az yüngül və qida sənayesinin inkişaf etdiyini qeyd edə bilərik.
və biz xarici ölkələrə müəyyən məhsullar ixrac edirdik, hansı ki, bunlar neft, yun, ipək parça, xalça, kürü və sair kimi məhsulları biz Azərbaycanın deməli xarici ölkələrə ixrac etdiyini qeyd eləyə bilərik. Daha sonra biz ikinci mərhələdə qeyd eləyəcəyik ki, Azərbaycanda 1900-cu ildən 1940-cı illəri əhatə eləyir və burada əsas xüsusiyyəti Azərbaycan üçün həmin bu ikinci mərhələnin neft hasilatına görə müəyyən irəliləyişlərin baş verdiyini görürük və dünyada ümumilikdə 1920-ci illərdə xeyli miqdarda, baxın 1920-ci illərdə neftin hasilatının xeyli artdığını görürük və dünya ölkələri arasında da ciddi bir paya malik olduğunu biz deməli Azərbaycanın görürük. Və burada sənayedə də müəyyən inkişaf baş verdi. Yəni ilk inkişaf illəri belə deyə bilərik. Əsasən neft mədən avadanlıqlarının istehsalını biz deməli burada görürük ki, müəyyən tələbat artıb və bu da daha sonra Azərbaycanın təkcə aqrar ölkə yox, aqrar sənaye ölkəsi, yəni həm aqrar, həm də sənaye ölkəsi adlandırılmasına biz deməli gətirib çıxardığını görürük. Daha sonra biz Azərbaycanın üçüncü mərhələsində 1940-dan 1990-cı illərdə deməli bu üçüncü mərhələnin təsadüf elədiyini görürük və burada çox ciddi, belə deyək, dəyişikliklər baş verir Azərbaycanda. Əsasən burada baxın gördüyünüz kimi neft maşın qayırması ölkənin ixtisaslımış, yəni həmin bu sahə üzrə ölkə müəyyən ixtisaslaşmaya başladı neft maşın qayırması üzrə və bundan başqa biz Azərbaycanda müəyyən zavodların biz deməli açıldığını görürük. Gəncədə biz alüminium zavodunu qeyd eləyirik, Daşkəsəndə filiz saflaşdırma zavodunu, Sumqayıtda boru prokat və sintetik kauçuk zavodunu qeyd eləyirik. Mingəçevirdə biz deməli su elektrik stansiyasını qeyd eləyəcəyik ki, istifadəyə verildi və Bakıda məişət kondisionerləri zavodunun biz deməli fəaliyyətə başladığını biz burada görürük. Və əsasən də burada müəyyən diqqətin nəyə ayrıldığını biz görürük. İxtisaslı kadrlarla təmin olunmağa artıq müəyyən diqqətin ayrıldığını biz deməli 1900-cü illərin sonunda hiss olunduğunu biz qeyd edirik. Və Azərbaycanda dördüncü, yəni sonuncu mərhələdə biz Azərbaycanın 1990-cı ildən indiki vaxta qədər dördüncü mərhələyə aid olduğunu qeyd edirik. Burada da əsas deməli müstəqillik illərinə təsadüf elədiyi üçün biz ölkə iqtisadiyyatında həm neft sektorunda, həm də qeyri-neft sektorunda müəyyən irəliləyişlərin baş verdiyini biz görürük və əsas burada irəliləyişlərin baş vermə səbəbi də biz qeyd edəcəyik ki, xarici kapital axınının ölkəyə cəlb olunması oldu. Və həmin dövrdə də Azərbaycanda potensial əsasən neft sektorunda olduğu üçün 1994-cü ildə biz dünyanın 20 şirkətinin Azərbaycanla əsrin müqaviləsi dediyimiz müqaviləni imzaladığını görürük və həmin bu müqaviləyə də əsasən Azərbaycanda müəyyən neft yataqları var ki, onlar hansılardır? Azəri, Günəşli və Çıraq neft yataqlarının istismarına pul qoyulduğunu, yəni investisiya qoyulduğunu biz deməli görürük. Və vaxt keçdikcə də artıq Azərbaycanda müəyyən irəliləyişlər baş verdikcə də həmin bu neft sektorundan əldə edilən gəlirlərin deməli qeyri-neft sektoruna da yansıdığını biz görürük. Artıq Azərbaycanda biz bilirik ki, təkcə neft sektoru yox, həm də qeyri-neft sektoruna ciddi, belə deyək, diqqətin ayrıldığını hiss eləmək olar. Hansı ki, bu biz bilirik ki, dünyada Holland sindromu deyilən bir sindrom var. Burada qeyd eləyək. Bu nə deməkdir? Holland sindromu. Deməli, Hollandiyada biz bilirik ki, qaz ehtiyatları yüksəkdir və Hollandiya öz iqtisadiyyatını əsasən də bu qaz ehtiyatları, yəni bir vaxtlar qaz ehtiyatlarından öz gəlirlərini təmin eləyirdi. Artıq bu qaz da biz bilirik ki, tükənən və bərpa olunmayan təbii sərvətlərə aiddir və bu qazda da
deməli, Hollandiyada qaz ehtiyatlarında müəyyən tükənmələr olduqdan sonra artıq ölkə iqtisadiyyatı, belə deyək, iflic vəziyyətə gəlib çıxır. Yəni, başqa gəlir yeri olmadığı üçün artıq büdcədə bir sıra biz kəsrlərin əmələ gəldiyini görürük və bu da nədən asılıdır? Ölkə öz iqtisadiyyatını bir sahədən, yəni öz gəlirlərini bir sahədən asılı halda saxladığı üçün. Və Azərbaycanda da bu təhlükə gözləndiyi üçün, yəni təkcə neft sektorundan gəlirlərin çoxusunu biz əldə etdiyimiz üçün artıq Azərbaycan da deməli qeyri-neft sektoruna deməli müəyyən investisiyaların Azərbaycanda qoyulduğunu biz görürük. Həmin bu Holland sindromu hal-hazırda biz deməli ərəb ölkələri üçün deməli müəyyən təhlükənin olduğunu görürük Holland sindromu üzrə. Hansı ki, orada deməli neft sektoru çox ciddi paya malikdir və onlar da artıq belə deyək, Holland sindromunun qarşısını almaq üçün qeyri-neft sektoruna da, yəni xüsusilə də kənd təsərrüfatına müəyyən deməli investisiya qoyulduğunu görürük və başqa burada təkcə əsl müqaviləsi yox, başqa layihələrdə də Azərbaycan iştirak eləyir. Biz burada əsasən baxın gördüyünüz kimi deməli Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Ərzurum qaz kəmərini, daha sonra Bakı-Tbilisi-Qars dəmir yolunu və TANAP kimi biz böyük layihələrə Azərbaycanın belə deyək qoşulduğunu, yəni onları həyata keçirdiyini biz müşahidə edə bilərik. Baxın, Bakı-Tbilisi-Ceyhan neft kəməri gördüyünüz kimi burada qırmızı xətlər bizə göstərilib. Əvvəl Azərbaycandan Tbilisiyə, yəni Gürcüstan paytaxtı Tbilisiyə, oradan da deməli Türkiyənin Ceyhan şəhərinə, yəni sahildə yerləşən liman şəhəri olan Ceyhana deməli neft ixrac olunduğunu və oradan da Avropa ölkələrinə neftin ixrac olunduğunu biz görürük. Azərbaycanda isə deməli Səngəçal terminalından, baxın burada gördüyünüz kimi Səngəçal terminalından həmin bu Bakı-Tbilisi Ceyhan neft kəmərinin başladığını biz qeyd eləyəcəyik. Deməli, biz burada hər bir mərhələnin ayrı-ayrılıqda öz xüsusiyyətlərini görürük hal-hazırda. Deməli, biz qeyd elədik ki, birinci mərhələdə Azərbaycan aqrar ölkəsi, ikinci mərhələdə neft hasilatına görə dünyada qabaqcıl ölkə oldu. Üçüncü mərhələdə isə artıq qeyri-neft sektoruna da müəyyən deməli yatırımlar edildi və burada biz Gəncədə alüminium, Daşkəsəndə filiz saflaşdırma, Sumqayıtda boru prokat və sintetik kauçuk, Mingəçevirdə su elektrik stansiyası, Bakıda isə məişət kondisionerləri zavodunun açıldığını biz görürük. Və burada dördüncü mərhələdə də əsas məsələ, yəni yadda saxlanmalı olan 1994-cü ildə əsrin müqaviləsi Azəri günəşli çıraq yataqlarının belə deyək istismarına pulu qoyuldu və Bakı-Tbilisi-Ceyhan, Bakı-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP kimi deməli layihələrə Azərbaycan imza atdığını biz həmin bu dördüncü mərhələdə görürük. Və burada deməli 9-cu sinif dəstəyində verilən bir qrafikə də nəzər salmalıyıq. Biz burada baxın gördüyünüz kimi deməli Azərbaycanda hansı təsərrüfat sahələrinin üstün olduğunu biz görürük. 56,9%, yəni təxmini 57%-lə bunlar yəni faiz göstəriciləridir. Baxın, bunlar faiz göstəriciləridir. Birinci yerdə biz sənayenin və xüsusilə də deməli neft sənayesinin biz burada birinci yerdə neft qaz daha doğrusu birinci yerdə olduğunu görürük. Deməli, birinci yerdə biz qeyd edəcəyik ki, sənaye sahələri yer tutur. Yəni, Azərbaycanın ümumi deməli təsərrüfat sahəsinin yarıdan çoxunu. İkinci yerdə biz deməli 11,8%-lə digər sahələri görürük və burada qeyd olunan sahələrdən əlavə bütün belə deyək sahələr aiddir. Üçüncü yerdə biz deməli 8,9%-lə ticarət və xidmət sahələrini görürük. Baxın, burada biz bunu ikinci yer kimi qeyd eləsək, burada çünki digər sahələri biz ümumi siyahıda qeyd eləmirik. İkinci yerdə ticarət və xidmət sahələridir. Azərbaycanda öz belə deyək dövriyyəsinə görə. Daha sonra biz 7,8%-lə
tikinti sahələrini görürük 3-cü yerdə və daha sonra biz 6,6% ilə kənd təsərrüfatını görürük. Baxın 4-cü yerdə 6,6% ilə və get-gedə də bu kənd təsərrüfatına investisiyanın qoyulmasının artması nəticəsində, yəni orada da müəyyən irəliləyişləri növbəti belə deyək statistik göstəricilərdə görəcəyik. Daha sonra isə 5,2%-lə biz deməli nəqliyyatı görürük. Nəqliyyat sahəsinə də müəyyən belə deyək yatırımların olduğunu biz bilirik və 2,8%-lə də rabitə və informasiya texnologiyaları üzrə deməli elə də ciddi belə deyək irəliləyişin olduğunu biz görmürük. Deməli ilk əsas üçlük bizdə oldu sənaye, ticarət və xidmət və bir də tikinti deməli təsərrüfat növləri üzrə Azərbaycanda həmin bu deməli statistik məlumatları biz qeyd eləyirik. Daha sonra dəstəkdə verilən digər bir qrafikə biz baxırıq. Burada 2023-cü ildə Azərbaycanın iqtisadi rayonları üzrə fəaliyyət göstərən sənaye müəssisələrinin sayını biz müqayisə eləyəcəyik. Birinci yerdə baxın gördüyünüz kimi Bakıdır. Birinci yerdə gördüyünüz kimi Bakıda 2258 deməli sənaye müəssisəsi var. Bakı iqtisadi rayonu biz burada qeyd eləyirik. Daha sonra biz burada ikinci yerdə Abşeron xızı deməli iqtisadi rayonunu qeyd eləyirik. Burada da əsas belə deyək Sumqayıt şəhəri burada belə deyək müəyyən paya malikdir Abşeron xızı iqtisadi rayonu üzrə. Daha sonra biz burada deməli üçüncü yer kimi əsasən Gəncə Daşkəsəni, Mərkəzi Aranı və Şəki-Zaqatala iqtisadi rayonlarını qeyd eləyə bilərik ki, hansı ki biz burada Gəncə Daşkəsəndə əsas Gəncəni, Mərkəzi Aranda biz əsasən İmişlidə şəkər zavodunu qeyd eləmişdik və Şəki-Zaqatalada da Şəki deməli şəhərini biz qeyd eləyirik ki, əsas deməli sənaye müəssisələri kimi burada deməli qeyd olunur. Ən zəif biz göstəricini baxın görürük ki, Şərqi Zəngəzur iqtisadi rayonunda görürük. Burada həm öz deməli yeni belə deyək olan iqtisadi rayon olaraq, həm də öz belə deyək dağlıq ərazisi baxımından burada sənaye müəssisələrinin yerləşdirilməsi məqsədə uyğun hesab edilmir. Və az digər iqtisadi rayonlardan biz Qarabağı görürük, yeni işğaldan azad olunan və bir də biz burada Dağlıq Şirvanı görürük ki, adından bildiyimiz kimi dağlıq ərazilərin çoxluğu sənaye müəssisələrinin salınmasına belə deyək müəyyən maneəçilik yəni törədir. Daha sonra biz burada deməli Bakı-Subsa və Bakı-Novosibirski xəttlərinin biz burada yəni keçdiyi əraziləri görürük. Baxın gördüyünüz kimi neft daşlarından gəlirik burada Səngəçal terminalına. Burada gördüyünüz kimi oradan da Bakı-Subsa deməli xətti boyunca əvvəl Tbilisiyə, daha sonra Gürcüstanın deməli Subsa şəhəri yaxınlığında yerləşən Poti limanına Qaradəniz sahilində yerləşir. Orada deməli biz neftin daşındığını görürük və daha sonra burada Bakı-Novosibirski baxın gördüyünüz kimi Rusiyanın o da Qaradəniz sahilində yerləşən limanlarından sayılır. Həmin bu neftin daşınmasında xəttlərdən istifadə deməli olunur. Və biz daha sonra burada TAP və TANAP hardasa ölkələrdən keçdiyini görürük. Baxın burada gördüyünüz kimi biz TANAP üçün burada qeyd eləyək. TANAP üçün biz burada deməli qeyd eləyək. TANAP-ın keçdiyi ölkələri biz Azərbaycan, Gürcüstan və Türkiyə olaraq qeyd eləyəcəyik. Azərbaycan, Gürcüstan və Türkiyə olaraq biz qeyd eləyəcəyik ki, TANAP həmin bu üç ölkədən keçir. TANAP-ın davamı olaraq isə biz TAP layihəsini görürük. O da deməli deməli biz burada əlavə olaraq, baxın TAP-a əlavə olaraq hansı ölkələri görürük? Yunanistan, daha sonra biz Albaniya və İtaliyanı biz qeyd eləyəcəyik ki, TAP-ın keçdiyi ölkələr olaraq
qeyd eləyəcəyik və bir də burada biz müəyyən qədərini Türkiyəyə aid olduğunu, TAP layihəsinin, yəni Türkiyəni də əhatə etdiyini görürük. Həmin bu TAP boru xətti vasitəsilə Azərbaycanın nefti İtaliyaya, oradan da Avropa ölkələrinə, yəni Albaniya və İtaliya, oradan da Avropa ölkələrinə və TANAP-ın davamı olaraq digər davamı isə biz STEP layihəsini görürük. Birbaşa Avropa ölkələrinə Azərbaycanın deməli neft və qaz məhsullarının daşındığını biz görürük. Bir də burada deməli qeyd olunmalı digər məsələ Azərbaycanda deməli müəyyən iş yerlərinin 2 hissəyə bölündüyünü, baxın iş yerləri 2 hissəyə, deməli dövlət və özəl olmaqla 2 hissəyə bölündüyünü görürük və dövlət burada 20% təşkil eləyir, özəl isə 80% təşkil elədiyini biz hal-hazırda, yəni 2020-ci ilin statistikasına görə görürük və deməli özəl sektorun get-gedə də inkişafını, yəni artdığını biz qeyd eləyəcəyik. Deməli biz digər bir qeydimiz isə 2019 və 2023-cü illərdə deməli Azərbaycan Respublikasında regionların deməli inkişaf elə deyək, deməli inkişafı üzrə müəyyən dövlət proqramı var. Həmin bu 2019 və 2023-cü illərdə regionlarda müəyyən deməli sənaye müəssisələrinin və sairə yeni müəssisələrinin fəaliyyətə başlamasını biz, yəni burada qeyd olunduğunu görürük 2019 və 2023-cü ildə dövlət proqramı çərçivəsində. Digər bir məsələ biz deməli Azərbaycanda işsizliyi də qeyd elədik, hansı ki 5,5%-lə bunu deməli, yəni 5,5% olduğunu biz qeyd edirik Azərbaycanda işsizliyin.